Salam, hörmətli tamaşaçılar. Din və Cəmiyyət verilişi efirdədir. Son illərdə dünya müsəlmanlarının fikrini məşğul edən əsas məsələlərdən biri İslam dininin sülh və əmin-amanlığa, eləcə də radikallığa münasibətdir desə səhv etmərik. İslam və radikallıq, İslam və terror, İslam dinində cihadın yeri kimi mövzular gün-gündən daha çox aktuallıq kəsb edir. Biz də bu aktuallığı nəzərə alaraq bugünkü verilişimizi bu mövzulara həsr etmişik. İslam dininin sülhə, əmin-amanlığa və eləcə də bunun əksinə olan radikallığa, zorakılığa münasibəti necədir? İslamda cihad anlayışı hansı yerə malikdir? Bugünkü qonaqlarımızı sizə təqdim edirəm. Bu mövzular ətrafında bugün öz fikirlərini bizimlə Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz müəllim Göyüşlü və sunnan.az saytının baş redaktoru Rafiz müəllim Anafov bizimlə öz fikirlərini bölüşəcəklər. Rafiz müəllim, ilk öncə mən sizə müraciət etmək istərdim. İslam dininin sülh və əmin-amanlığa, xoşgörüyə, barışığa münasibəti necədir? Çoxları hətta İslam sözünün kökünü də bununla əlaqələndirirlər, bu sözlə əlaqələndirirlər. Buyurun. Tamamilə doğru buyurursunuz. İslam kəlməsinin özünün mənası ərəb dilində sülh, barış mənasına gəlir. Eyni zamanda müsəlman kəlməsi də bu kəlmənin ismi failidir ərəb dilində. Yəni, o sözdən törəmə bir kəlmədir. Eyni zamanda mömin kəlməsi də əminlik verən, əminlik bağışlayan mənasına gəlir. Bu baxımdan İslamda çıxış etibarilə İslamın həm məqsədi, həm məramı, həm hədəfi mənasında hədəflədiyi şey məhz yer üzərində barışın, sülhün bərqərar olmasıdır. Bunun əyanı nümunələri İslam tarixində kifayət qədər mövcuddur. Məsələn, Həzrət Peyğəmbərin həyatının 23 illik Peyğəmbərlik dövrünə nəzər saldıqda görürük ki, o dövr üçün xas olan ərəb qəbiləçiliyini, ərəb qəbiləçiliyi arasındakı qan davalarını, düşmənçilikləri, ədavətləri tamamən ortadan qaldırması bunun ən bariz nümunələrindən biridir. Müsəlman kəlməsinin özü yer üzərində əmin-amanlığı bərqərar etməyə çalışan kimsə deməkdir. Hərfi mənası bu mənadadır. Bir digər mənası da Allaha təslim olan mənası vardır. Eyni zamanda dindarlar üçün işlədilən ikinci bir söz mömin kəlməsidir ki, o da əminlik verən, əmanət qılan mənasına gəlir. Allahın adlarından biridir səlam kəlməsi. Eyni zamanda mümin də Allahın adlarından biridir. O da əminlik verən mənasındadır. Quran-ı Kərimin kifayət qədər ayələri var silmlə bağlı, barışla, sülhlə bağlı. Cənnətin adlarından biridir eyni zamanda səlam kəlməsi, Darüssəlam, səlamət yeri, barış yeri, sülh yeri. Həzrət Peyğəmbərin və digər bütün Peyğəmbərlərin həyatına baxdıqda göndərdikləri cəmiyyətə ictimai barışı, sülhü ortaya çıxarmaq üçün əsas missiyalarını bu şəkildə qurmuşlar. Peyğəmbərin şəxsi həyatında baxdıqda görürük ki, problemlərin olduğu bir cəmiyyəti tamamən dünyaya nümunə olacaq ideala yaxın bir cəmiyyət şəklində formalaşdıra bilmişdir. Bunun təməlində, əsasında yatan bəzi səbəblər var. Hər şeydən əvvəl İslam dini ilahi mənşəlidir, Allahın göndərdiyi bir dindir və Allahın muradının, ilahi iradənin yer üzərində təcəssümüdür, təcəllisidir bu baxımdan. İkincisi, Həzrət Peyğəmbərin öz iddiasında, bu missiyasında nə qədər səmimi olduğunu və davasından, prinsiplərindən əsla vaz keçmədiyini göstərir. Üçüncüsü, Həzrət Peyğəmbərin məsələlərə son dərəcə hüsnü zənnlə yaxınlaşması. Yəni, kifayət qədər nümunələri var bunun. Həzrət Peyğəmbərə qarşı olan döyüşlərdə olunan bütün işgəncələrə baxmayaraq, zülümlərə baxmayaraq onları, o yenə müşrikləri, kafirləri əfv etmə, mərhəmət göstərmə yolunu seçmişdir. Əlində iqtidar, güc olduğu halda. Məsələn, bunun ən mahir nümunələrindən biri, çox məşhur olanlardan biri Həzrət Peyğəmbərin Uhudda baş verən hadisə, dişinin qırılmasına baxmayaraq ona təklif olunur ki, yəni istəyirsiniz, niyə bəddua eləmirsiniz ki, Allah onların cəzasını versin. Xeyr, onlar nə etdiklərini bilmirlər kimi tamamilə barışdırıcı mövqedən çıxış etməsi İslamın qısa müddət ərzində öz hədəfinə nail olmasına səbəb oldu. İslamın bir din kimi ortaya çıxmasına səbəb oldu və cahanşumul bir din olaraq, qiyamətə qədər davam edəcək bir din olaraq bütün dünyada öz gücünü, iqtidarını, bütün gözəlliklərini sərgiləməsinə səbəb oldu. Və bu İslamın məhz mahiyyətindən, özündən qaynaqlanan prinsiplər etibarilə. Rəsmən, Peyğəmbərimizin belə bir hədisi də var. Əsl müsəlman odur ki, onun əlindən və dilindən ətrafdakılar ziyan görməsin. Bax, bu barədə fikirləriniz zəhmət olmasa bölüşün. Bəli, yəni müsəlman odur ki, əl-muslimu mən səlməl-muslimuna biyədihi və lisənihi, əlindən və dilindən. Əlindən dediyi, yəni davranışları ilə, əməlləri ilə başqalarına zərər verməyən insan və yaxud
bunun daha bir adım irəli getsək deyərik ki, əlindən və dilindən başqalarının fayda götürdüyü, xeyir Bəli. götürdüyü, xeyirxahlığa addım atdığı bir insan tipi Həzrət Peyğəmbər görmək istəyir. Yəni qoyduğu dinin davamçılarını bu şəkildə görmək istəyir və bir lisanihi, eyni zamanda danışığı ilə, sözləri ilə, vəzləri ilə, insanlara nəsihətləri ilə elə bir üslub seçsin ki, insanlar ancaq ondan xeyir götürsünlər, bərəkət götürsünlər. Bəli, Həzrət Peyğəmbər əslində bugün mübahisə olunan məsələlərdən biri müsəlman necə olmalıdır? Həzrət Peyğəmbərin bu hədisi daha illər əvvəlcə bu xüsusiyyəti, bu kriteriyanı, əxlaqi kriteriyanı ortaya qoymuşdu. Yəni bu əxlaqi kriteriyadır, bilirsiniz. Yəni, eyni zamanda əxlaqın ən aşağıya, özünə olunmayan bir şeyi başqasına istəmə və özü üçün istədiyin bir şeyi başqası üçün də istə. Həzrət Peyğəmbərin hədisində bu çox gözəl şəkildə, bariz şəkildə ortaya çıxır. Yəni müsəlman əlindən və dilindən başqasının sadəcə və sadəcə xeyir götürdüyü, fayda götürdüyü, bərəkətləndiyi insan tipi olmalıdır. Hədis də buna işarədir. Çox sağ olun. Mübariz müəllim, mən istərdim ki, İslam dininin dünya tarixi boyunca qazandığı image haqqında sizin fikirlərinizi eşidək. İslam dini bütün mövcudluq tarixi boyunca özünü necə bir din kimi tanıtdırmışdır? Özünü əminamanlığı müdafiə edən, barışa, sülhə çağıran, dəvət edən bir din kimi, yoxsa radikallığa səsləyən, zorakılığa səsləyən bir din kimi göstərmişdir? Təşəkkür edirəm. İslam dini 7-ci əsrdə mövcud olandan üzü bəri, yəni bu dinimizin adında da əksini tapıbdır sülh kəlməsi, dinimizin birbaşa sülhlə bağlı olması. Eyni zamanda onun müqəddəs kitabında bu barədə sülhlə bağlı, əminamanlıqla bağlı çox saylı əmrlər buyurulmuşdur. Və bütün bunlara diqqət etdikdə bir təsəvvür yaranır ki, İslam dini sülh, əminamanlıq dinidir. Bunu bir mənalı şəkildə söyləmək olar və İslam dininin tarixi boyunca Həzrət Məhəmməd Peyğəmbərin fəaliyyətindən üzü bəri İslam dünyasının çox böyük tarixi şəxsiyyətlərinin və dövlət xadimlərinin fəaliyyətində də biz bunu dəfələrlə şahid olmuşuq. Və əgər bir dində buyurulursa ki, bir insanın, günahsız bir insanın ölümü, öldürülməsi, bütün bəşəriyyətin öldürülməsi ölümü deməkdir. Bu dinin nə qədər adil, nə qədər sülhə, əminamanlığa, sabitliyə çağırdığını bariz sübutudur. Və bütün bunları görməzdən gələrək kimlərinsə məqsədli şəkildə İslam dininə şər böhtan atmaq istəmək cəhdləri mən hesab edirəm ki, heç bir nəticə verməyəcəkdir. Ümumiyyətlə, hər hansısa bir dini terrorla, hər hansısa bir dini zorakılıqla əlaqələndirmək özü yanlışdır. Çünki hamımız gözəl bilirik ki, terrorun, zorakılığın və qanlı qadalı hadisələrin nə dinlə, nə milliyyətlə heç bir yaxından, uzaqdan əlaqəsi yoxdur. Xüsusən İslam dini ilə bağlı bunu ümumiyyətlə qəti şəkildə rədd edir. Bəzən görürsünüz ki, iftiralar atırlar ki, İslam tarixində də çox saylı müharibələr olmuşdur. Lakin bu iddiaları irəli sürən insanlar onun hansı şəraitdən, hansı zərurətdən, hansı məcburiyyətdən yarandığını söyləmirlər. Bunun üstündən sükutla keçirlər. Və yaxud bir dində ki, buyurulursa ki, və dinin öndərləri tərəfindən buyurulursa ki, əgər qarşı tərəf, müharibə apardığınız tərəf sizə sülh təklif edirsə, onu qəbul edin. Yəni, bu onun özü nə qədər ədalətli bir yanaşma olduğunu göstərir. Və tez-tez bilirsiniz, İslam dinində xüsusən cihadla bağlı olan məqamı daha çox qabardaraq bunu kontekstdən çıxardıb təqdim eləməklə də şər böhtan atmağa cəhd eləyirlər. İslam sözünün, İslam dininin özünün sülh anlayışı ifadə eləməsi o demək deyil ki, yəni əgər sənə qarşı vuruşanlar varsa, sənin malına, canına, namusuna, irzinə, iffətinə və vətəninə təcavüz eləyən varsa, sən durub sakitcə bunu gözləməlisən. Bu halda dinimiz mübarizə aparmağı göstərir və mən hesab edirəm ki, bu çox doğru bir yanaşmadır. Əlbəttə, kiminsə torpağını işğal məqsədi ilə vuruşmaq və döyüşmək, bu da rədd olunur, bizim dində qəbul olunmur bu prinsip. Amma sənə qarşı döyüşənlərlə döyüşmək prinsipi, yəni bu bizim dinimizdə geniş şəkildə əksini tapıbdır. Və mən bütövlükdə hesab edirəm ki, bütün bu qarayaxmalar, bütün bu iftira kampaniyaları bir nəticə verməyəcəkdir və doğrudan da nəticə vermir. Çünki hər hansısa bir müsəlman adını daşıyan şəxsin yanlış əməllərinə baxaraq da İslam dininə qiymət vermək düzgün deyil. O dinin təməl prinsiplərinə baxaraq, o dinin yaradıcısı olan Həzrət Məhəmməd Peyğəmbərin həyat və fəaliyyətinə, xüsusən Peyğəmbərlik dövründəki fəaliyyətinə baxaraq
qiymət vermək lazımdır və onun apardığı müharibələrdə hansı ədalətli yanaşmanı göstərdiyini, bəzən imkan olduğu təqdirdə o qanlı qadalı məsələləri sülh yolu ilə, barış yolu ilə necə həll elədiyinə baxmaq lazımdır. İndiyə qədər bu din hələ də yayılmaqda davam eləyirsə, öz monolitliyini, möhkəmliyini bütün bu baskılara rəğmən davam elətdirirsə, bütün bunlar bu dinin içərisindəki ədalətin, azadlıqsevərliyin, sülhün, əmin-amanlığın çağırışının göstəricisidir. Bizim danışdığımız mövzu haqqında bir süjetimiz var. Gəlin birlikdə İslam dininin sülhə, əmin-amanlığa və barışığa münasibət haqqında süjeti izləyək. Qur'an-ı Kərimdə buyurulur: Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. İsra surəsi 33-cü ayə. İsrail oğullarına yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə fəsad törətməmiş bir şəxsi öldürsə, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə, yəni ölümdən qurtarsa, bütün insanları diriltmiş kimi olur. Maidə surəsi 32-ci ayə. Həzrət Məhəmməd Peyğəmbər salavatullah buyurub: Sizə namazdan, orucdan, zəkatdan daha üstün olan bir əməli xəbər verimmi? Bu, insanlar arasında sülh yaratmaqdır. Çünki insanlar arasında əlaqənin pozulması ölümə və dinin aradan getməsinə bərabərdir. İnsanların ən qudurğanı, onu öldürmək niyyəti olmayan günahsız birisini öldürən və ya onu vurmayan birisini vurandır. Hər bir bəndənin qəlbində Allahın mərhəmətinə ümid və Allahın əzabından qorxu hissi olur. Amma haqsız yerə adam öldürəndən sonra qəlbindən bu hisslər çıxar. Ürəyi dəmirçi kürəsi kimi günahdan qaralar. Artıq bu adam nə yaxşını yaxşı bilər, nə də pisi pis sayar. Qiyamət günü insanlar arasında barəsində ilk hökm veriləcək məsələ haqsız yerə tökülmüş qan olacaq. Əgər bütün dünya məhv olsa belə, Allahın yanında onun əhəmiyyəti nahaq yerə tökülən qandan daha azdır. İmam Sadiq buyurub: İnsanlar bir-biri ilə ixtilafa və düşmənçiliyə düçar olanda, onların arasında sülh yaratmaq, bir-birindən uzaqlaşan zaman onları yaxınlaşdırmaq Allahın sevdiyi bir sədəqədir. İmam Rıza buyurub: Allah insanı haqsız yerə qətlə yetirməyi haram buyurdu. Çünki buna icazə versəydi, insanların məhvinə və cəmiyyətdə hərc-mərcliyə səbəb olardı. Rafiz müəllim, sizə belə bir sualla müraciət etmək istərdim. Əslində bu sual barəsində bayaq Mübariz müəllim də bir qədər məlumat verdi. İslam dininə qarşı əks mövqedən çıxış edənlər daha çox İslamda cihad, savaş məsələlərini qabartmağa çalışırlar. Və Peyğəmbərimizin də İslam dinini yaymaq yolunda müəyyən savaşlara getdiyini ön plana çəkirlər. Əslində həmin tarixi hadisələr nə cür baş verib? İslam yolunda aparılan müharibələr hansı şərtlər daxilində, hansı zərurətlər daxilində həyata keçirilib? İslam ortaya çıxdığı dövrdən etibarən bəzi iradlarla qarşılaşdı. Biz bayaqdan sülhlə bağlı, barışıqla bağlı ayət-i kərimələr Həzrət Peyğəmbərin həyatından nümunələr veririk, amma qeyd oluna bilər ki, o zaman dünyada bugünkü müsəlmanların İslam imici niyə bu qədər pisdir, mənfidir? İslamda heç cihad yoxdurmu, İslamda heç savaşmaq yoxdurmu deyə birisi haqlı olaraq soruşa bilər. Digər ki, məsələnin tarixi nöqteyi nəzərindən baxdıqda görürük ki, Həzrət Peyğəmbər ilk tövhid, Allahın kəlamını insanlara çatdırdığı ərəfədə ona qarşı şiddətli işgəncələr başlayır. Və bu elə bir mərhələyə çatır ki, nəhayət Həzrət Peyğəmbər hicrət etmək məcburiyyətində qalır. Məkkədən Mədinəyə köçmək məcburiyyətində qalır və Mədinədə də artıq Həzrət Peyğəmbər rahat qoymurlar və orada da müşriklər onu öldürmək üçün müxtəlif hiləgərliklər, hilələr qurmağa başlayırlar. Məhz ondan sonra ilahi vəhiy gəlir və müsəlmanlara özlərini qoruma adına savaşmağa icazə verilir. Hətta bu Quran-ı Kərimin bir ayəsində bu bariz mövcuddur. Və uzinə lilləzinə yuqatiluna biənnəhum zulimu. Sadaqallahu ləzim. Savaşanlara, Allah yolunda savaşanlara icazə verildi. O vaxt ki, onlar zülmə məruz qaldılar. Yəni, zülmə məruz qaldığı anda İslamda müqəddəs olan prinsiplər var.
can, mal, irs, namus bunlar qorunmalı olan mülkiyyətdir. Və Yəni əslində İslam dini Peyğəmbər bütün savaşları demək olar ki, müdafiə xarakteri daşıyıb, elə təbii deyilmi? ki, realistik bir dindir, real bir dindir. Yəni mala, irzə, namusa müdaxilələr olanda ona qarşı mübarizə də İslamın ruhunda var. Amma bir şərtlə ki, sadəcə müdafiə xarakterli olacaq döyüşlər və qalib gəldikdən sonra onlar bağışlama yolu. Bu da Həzrət Peyğəmbərin həyatında var. Məsələn, bütün o işgəncələrə baxmayaraq Həzrət Peyğəmbər yenidən 10 minlik ordu ilə Məkkəyə qayıdarkən, orada Məkkəlilərin hamısının ağlında bir sual vardı. Peyğəmbər bizə nə edəcək? Çünki biz bu qədər işgəncələr etdik buna. Və Həzrət Peyğəmbər hamısını bağışlayır, hamısını toplayır və hamısının bağışlanıldığını onlara bildirir. Bu örnəklər, bu nümunələr əgər biz almasaq, təbii ki, İslamda cihadla bağlı ayələr mövcuddur. Sülhlə, barışla bağlı olduğu kimi cihad, savaşı göstərən ayələr də mövcuddur. Amma bu ayələrin kontekstini nəzərə almamız məcburiyyətində. Yəni, onun məzmunundan çıxardıb, sanki bu ayətlər hər bir insana və bütün dövrlər üçün əmr olunurmuş kimi insanlara çatdırmaq yanlışdır. Radikal qüvvələr bundan çox məharətlə istifadə edirlər. Çox məharətlə istifadə edirlər. Burada Quran-ı Kərimin dini mətnlərinin literal anlaması məsələsi də burada çox əhəmiyyət kəsb edir. Yəni, dini mətnləri anlayarkən o dini mətnlərin arxasındakı səbəblər zincirini görmədən, sırf sadəcə deyilən sözə baxaraq, onun mənasını, mahiyyətini, deyilən sözün məqsədini nəzərə almadan hərfi mənada anlamaq, söylədiyiniz kimi, yəni bugünkü radikal qruplaşmaların ən bariz xüsusiyyətidir və eyni zamanda bu İslamın əleyhində istifadə olunur çox şiddətli bir şəkildə xarici qüvvələr tərəfindən. Bütün bunların üstündən gəlmək üçün, öhdəsindən gəlmək mümkündürmü? Tək yenə, yəni uzun 14 əsr keçib üzərindən, amma yenə də tək çıxış yolu, yenə də o Quran-ı Kərimi yenidən oxumaq məsələsi. Çox acıdır bu qədər vaxt keçdikdən sonra yenidən oxumaq məsələsini gündəmə gətirmək, amma reallıq budur. Yəni çıxış yolu yenidən yeni bir gözlə baxmaq məsələləri. Çünki eyni Quran-ı Kərimdir, eyni ayələrdir, eyni hədislərdir ki, o qızmar çöllükdə yaşayan, bir-birinə savaşan o qanlı qəbilələrdən böyük bir mədəniyyət yaratdı, böyük bir din yaratdı. Biz bugün təəssüf ki, eyni ayələrdən, eyni hədislərdən, eyni mədəniyyətdən istifadə edib dağıdıcı funksiyalar həyata keçirilir. Bu da tarixin qəribə, acı bir ironiyasıdır hər halda. Elədir, təəssüf. Mübariz müəllim, mən istərdim mövzumuzu bir qədər Azərbaycanla bağlayaq, milli məsələlərimizlə bağlayaq. Siz Azərbaycan milli kimliyinin formalaşması problemlərini araşdırmışsınız. Mən istərdim bu barədə danışaq ki, Azərbaycan milli kimliyinin formalaşmasında, milli mentalitetin formalaşmasında məhz İslamın bu cür sülh və əminamanlıq motivlərinin yeri nə dərəcədə olmuşdur? Yəni, Azərbaycanlıların dini dünya görüşündə bu ənənələr, bu fikirlər, başqalarına qarşı xeyirxahlıq, sülh və barışıqla davranmaq fikirləri öz əksini necə tapmışdır? Təşəkkür edirəm. Bizim fəaliyyətimizdə, bizim qeyri-hökumət təşkilatının fəaliyyətində Azərbaycan milli kimliyi ilə bağlı bir layihə həyata keçirdik və bu da çox maraqlı nəticələr ortaya gəlib çıxdı. Ümumiyyətlə, din amili və xüsusən İslam dini amili Azərbaycan xalqının təşəkkülündə, formalaşmasında və Azərbaycan milli kimliyinin bütövlükdə formalaşmasında çox mühüm rola malikdir. Azərbaycanda müəyyən bir müddət Çar Rusiyasının və ondan sonra Sovet İttifaqının işğalı altında olması milli, dini, mənəvi məsələlərimizin inkişafı ilə bağlı çox saylı problemlər yaratdı və məhz bu məqamlarda din amili xalqın özünün təşəkkülündə, qorunmasında və inkişafında çox böyük rola malik oldu. Və təsadüfi deyil ki, xüsusən Sovet dövründə Azərbaycan xalqının müəyyən bir qismi dini amillərlə bağlı, dini ritualların gizli şəkildə də olsa həyata keçirilməsindən geri dönmədilər. Həm Azərbaycanlıların bütövlükdə sülh, əmin-amanlığa meyilli olması və eyni zamanda İslam dini dünya görüşünün də onların dini dünya görüşünə və digər adət-ənənələrinə çox uyğun olması onların bu dini bütövlükdə və rahat bir şəkildə qəbul etməsinə və gələcəkdə də hətta yaymasına da səbəb oldu və bu istiqamətdə biz bilirik ki, Azərbaycanın İslam dünyasına töhfə verdiyi çox böyük alimlər, din alimləri olmuşdur. Və müasir dövrdə mən hesab edirəm ki, Azərbaycan eyni zamanda İslam dünyasının bir tərkib hissəsi olaraq, müsəlman aləminin bir tərkib hissəsi olaraq bu İslam dininə qarşı, dinimizə qarşı olan böhtanların şər kampaniyasının
ləğv olunmasında və onlara qarşı mübarizədə daha aktiv şəkildə iştirak eləyə bilər və hesab edirəm ki, bunun üçün çox gözəl imkanlar mövcuddur. Bizdəki tolerantlıq şəraiti özü buna bir sübutdur. Doğrudur. Yəni biz elə öz həm tolerantlıqla bağlı, həm sabitlik, əmin-amanlıqla bağlı bu cür məsələlərimizi təbliğ eləyib, samballı şəkildə dünyaya çatdırdığımız təqdirdə o İslam dünyasına atılan şər böhtan kampaniyasına böyük bir zərbə vurmuş olacaq. Azərbaycanda bu baxımdan çox böyük bizim üstünlüyümüz var. Ən əsas məsələ isə sabitliyin mövcud olmasıdır. Və biz bu şəraitdən istifadə eləyərək həm İslam dini ilə bağlı, milli mənəvi dəyərlərimizlə bağlı və bütövlükdə bunları öz içərisinə alan Azərbaycan milli kimliyi ilə əlaqədar təbliğatlarımızı, işlərimizi və çalışmalarımızı gücləndirməliyik. Əgər biz bu istiqamətdə çalışmaları müntəzəm şəkildə aparmasaq, kənardan digər ölkələrdə müşahidə etdiyimiz kimi müdaxilələr olacaq və bu müdaxilələrə İslam donu adı altında həyata keçiriləcək, İslam adı altında həyata keçiriləcək və burada elə bir böyük problemlər yaradılmasına cəhdlər göstəriləcək ki, bütövlükdə bunu hansı bir faciələrlə, nəticələrlə sonuçlanacağını sadəcə olaraq təsəvvür etmək mümkün deyil. Və mən düşünürəm ki, biz İslam dininin təbliği ilə bağlı bizim Azərbaycan xalqının təşəkkülündə, milli mənəvi dəyərlərimizin formalaşmasında böyük bir rol oynayan dinin təbliği ilə bağlı işlərimizi daha da sürətləndirməliyik. Bax, elə çıxış yolları barədə biz bir qədər bundan sonra danışacaq, amma bizim sual-cavab rubrikamızın vaxtı gəlib çatdı. Mən istərdim ki, bu həftə dini ekspertimizə ünvanladığımız sualın cavabını birlikdə sizinlə izləyək. Quran-ı Kərimi oxumaq və onun mənaları üzərində düşünmək hər bir müsəlmanın borcudur. Lakin bu da bir həqiqətdir ki, cəmiyyətimizdə heç də hamı Quran-ı Kərimi orijinal ərəbcəsindən oxuya bilmirlər. Və bu baxımdan cəmiyyətimiz içərisində də ölən, vəfat edən şəxslər üçün Quran oxuma adəti çox yayıldığına görə insanlar müəyyən şəxslərə müəyyən məbləğ verirlər və bunun qarşılığında Quran-ı Kərim oxuturlar öz rəhmətə gedənlər üçün. Ümumiyyətlə dinimizdə Quran-ı Kərim oxumaqdan hər hansı bir mənfəət güdmək doğru qəbul edilməmiş və qadağan edilmişdir. Yəni heç bir şəxs Quran-ı Kərim oxumaqdan hər hansı bir mənfəət güdməməlidir. Lakin biraz əvvəldə qeyd etdiyim kimi cəmiyyətimizdə reallıq ondan ibarətdir ki, hər kəs Quran-ı Kərim oxuya bilmir. Və ona görə də nəinki Quran-ı Kərim oxuya bilmir, eyni zamanda müəyyən dini mərasimləri də yerinə yetirə bilmir. Dəfn mərasimləri də bunun içərisinə daxildir. Və buna görə də insanlar müəyyən bir məbləğ qarşısında başqa insanlara pul ödəyərək bu vəzifələri icra etdirirlər. Və bu zümrədə biz din xadimi zümrəsi deyirik. Və bu din xadimlərinin başqa yerdən gəlirləri yoxdur. Onların gəlirləri ancaq icra etdikləri vəzifələr qarşılığında insanların onlara verdiyi maddi köməkliklərlə olur. Bu baxımdan insanların bu vəzifələr qarşılığında onlara müəyyən bir məbləğ verməsi, maddi köməklik etməsi dinimizdə mənfi qarşılanmamışdır. Lakin bir məqamı qeyd etmək istərdim ki, burada həmin şəxslərin insanlara etdikləri vəzifələr qarşılığında ki, hər müsəlmanın borcudur bu vəzifələri yerinə yetirmək, müəyyən bir məbləğ istəməsi özü doğru deyil. Yəni, insanların onlara verdikləri ilə kifayətlənməli və əvvəlcədən onlara müəyyən bir məbləğ qarşılığında bu vəzifələri icra edəcəklərini söyləməməlidirlər. Cəmiyyətdəki bu problemin həll olma yolu isə müsəlmanların hər birinin öz müqəddəs kitabı olan Quran-ı Kərimi oxuya bilməsi, təcvid qaydalarına uyğun onu orijinal ərəbcəsindən oxuya bilməsi və onların mənası üzərində düşünməsidir. Verilişimizin sonuna yaxınlaşırıq. Mən hər iki qonağımıza oxşar bir sualla müraciət etmək istərdim. Siz də qeyd etdiyiniz kimi, bugün dünyanın bir çox qaynar nöqtələrinin məhz müsəlman ölkələrinə təsadüf etdiyini şahidi oluruq və çox təəssüfləndirici hadisələr baş verir və təəssüfləndirici hallardan biri də bundan ibarətdir ki, bu faciələrin törədiciləri də yenə müsəlman adını daşıyan şəxslərdir. Və çox haqlı olaraq da həmvətənlərimiz məhz bu cür təhlükələrin Azərbaycana da keçə bilmə təhlükəsini bildirirlər. Bax, bunun qarşısını almaq üçün
bunu önləmək üçün hansı tədbirləri görmək lazımdır? Ümumiyyətlə, niyə İslam dünyasında bu cür negativ hallar baş verir? Və bu cür negativ halların qarşısını almaq üçün və bizim vətənimizə keçməməsi üçün, bizim ölkəmizdə olan nümunəvi, tolerant bir şəraitin, dözümlü bir şəraitin, əmin-amanlığın, sabitliyin pozulmaması üçün biz nə etməliyik? Hər birimiz nə etməliyik? Sizdən başlayaq. Madem problemin təməlində din dayanır, deməli həllində də din dayanmalıdır. Dinin yorumu dayanmalıdır, izahı dayanmalıdır. Yəni bizim cəmiyyətdə həqiqətən də məsələn gənclər arasında dindarlıq məsələsi var, dindarlıq görürsən ki artır, amma bəzən elələrine şahid oluruq ki, yəni normal halda əgər dindar olmasaydı əvvəlkindən daha yaxşı, daha insanlara qarşı dünya görüşü olaraq daha müsbət keyfiyyətlərə malik insanlar vardı, amma din amilinə, dinə sahib olduqdan sonra, belə dinə yiyələndikdən sonra görüşlərində bir radikallıq meyilləri və ya başqalarına qarşı mənfi bir münasibət mövcud olmağa başlayır. Deməli, onun din anlayışında, öyrəndiyi dinin özündə, mahiyyətində bəzi problemlər var. Yəni, dinin doğru çatdırılmasında bəzi problemlər var. İslam dünyasındakı problemlərin ölkəmizə gəlməməsi üçün biz oradakı o problemlərə qabaqcadan hazırlıqlı olmalıyıq. Yəni, oradakı təməl məsələləri öyrənməliyik. Təməl məsələlərin təməlində firqəçilik, təxribatçılıq, qruplaşma psixologiyası var. Bu psixologiyalar, bu hadisələr deməli, xarici qüvvələr tərəfindən qəsdən qızıqlandırılır, qəsdən şişirdilir və biz bunu özümüzdə, onlar bizə gəlmədən biz özümüzdə həll etməliyik. Şükür olsun ki, bizdə hələ ki mümbit şərait var bununla bağlı, bizdə hələ ki sabitçilikdir, insanların bir-birinə münasibəti tolerantdır, dözümlüdür. Amma insanlar dindarlaşdıqca onun bir-birinə münasibətləri ya müsbətə, ya mənfiyə doğru gedəcək. Ona görə bu istiqaməti öz başına körtəbi buraxmamaq və o istiqamətlənməni özümüz həyata keçirməliyik ki, orada bəzi problemlər çıxmasın. Sizin fikirlərinizi eşitdik, buyurun. Doğru bir məsələyə toxundunuz, Natiq müəllim. Mən hesab edirəm ki, bütün bu problemlərin kökündə dinin yanlış şəkildə şərh olunması durur. Və bu da məhz cahil insanlar tərəfindən həyata keçirildiyinə görə də biz bu qədər problemlərlə üzbəyüz qalırıq. Mənə elə gəlir ki, ilahiyyatçılar və din alimlərinin, dindar şəxslərinin və bütövlükdə öz dininə sahib olmağı, öz vətənini qorumağı özünə borclu bilən hər bir şəxsin üzərinə düşür ki, birinci növbədə biz dinimizin doğru, dürüst şəkildə çatdırılmasına çalışmalıyıq. Və gözləməməliyik ki, bunu xüsusən din alimləri həyata keçirməli və yaxud da ilahiyyatçılar həyata keçirməlidir. Ola bilər ki, indi bəzən biz cəmiyyətimizdə şahid oluruq. Din adından çıxış eləyən elə bir ruhani olur və yaxud molla olur ki, onu elə bir yanlış şəkildə təqdim eləyir ki, insan İslam dini ilə bağlı tamam böyük bir xəyal qırıqlığına uğrayır. Və bu, mən hesab edirəm ki, əslində ən böyük problemlər elə buradan qaynaqlanır. Və biz bu məsələlərə sahiblənməli və biz bu məsələləri doğru-dürüst şəkildə yönləndirməyə çalışmalıyıq. Digər bir məsələ, müsəlmanlar sanki öz nəfsinin qulu olublar müasir dövrdə. Yəni, elmi-texniki tərəqqinin bu qədər inkişaf eləməsi, bu qədər cəlbedici məsələlərin olması insanları öz nəfsini saxlamaqda çox böyük çətinliklər yaradır. Amma biz birinci növbədə cihadı məhz öz nəfsimizə qarşı eləməliyik. Əgər müsəlman ölkələri eyni zamanda təbii sərvətlərlə çox zəngin olan bir ölkələrdir, xüsusən ərəb ölkələrində biz bunu müşahidə edirik. Amma bəzən biz internetdə və mətbuatda, televiziyalarda müşahidə edirik ki, nə qədər kasıb insanlar orada mövcuddur, amma o varlı insanların onlara dəstək olması, öz dövləti üçün, öz milləti, öz dininin inkişafı üçün cəhd eləməsini biz müşahidə etmirik. Bu hamısı insanların eyni zamanda öz nəfsinin qulu olmasının göstəricisidir. Və biz bir növ bu dünyaya o qədər sarılmışıq ki, axirəti, o dünyada verəcəyimiz hesabları unutmuşuq. Bütün bunları götürəndə məncə bütün hamılıqla biz hər kəs bacardığı işi görə biləcək şəkildə, yəni nəyi bacarırsansa o işi gör günən. Bu işi görmək artıq sənin öz millətinə, öz dininə, öz vətəninə xidmət eləməyin deməkdir. Yəni düşünmə ki, mən böyük bir iş görə bilmərəmsə, görməyim bu işi. Öz olduğun yerdə dürüst, doğru, ədalətli, səmimi və sadiq bir şəkildə çalışarsansa, bu elə sənin öz dininə də, millətinə də ən böyük faydan olar. Mənə elə gəlir ki, çıxış yolu buradadır və hamımız əl-ələ verib öz dinimizin ən doğru, ən düzgün, ən layiqli bir şəkildə çatdırılmasına çalışmalıyıq. Çox sağ olun, maraqlı söhbətinizə görə mən sizə təşəkkürümü bildirirəm, sağ olun. Əgər dünyanın müəyyən bir nöqtəsində özünü müsəlman adlandıran bir şəxs La ilahe illallah sözləri ilə bir başqasının başını kəsirsə və Allah Əkbər şüarını deyərkən silahın tətiyini basırsa,
deməli, bunun İslam və Peyğəmbərdən anlayışı qətiyyən düzgün deyil. Və verilişimin sonunda Peyğəmbərimizin bu iki kəlməsini, bu iki hədisini sizlərə bir daha xatırlatmaq istərdim. Əsl müsəlman odur ki, onun əlindən və dilindən ətrafdakılar ziyan görməsinlər. Və ən yaxşı müsəlman o insandır ki, ətrafdakılara ən çox xeyri dəymiş olsun. Allah'a emanet.